Dizilərinin üstündə kompüterlər, əllərində telefonlar. Dünyanın qlobal gəncliyi qlobal müzakirələrə imza atmağa yığışıb. Müzakirə masasında gənclər siyasətidir. Gənclərin buna qatqısı nədir? Bu haqda az sonra. Dünyanın dörd bir tərəfindən gənclər Bakıda 3 günlük gənclər siyasəti üzrə 1-ci beynəlxalq foruma qatıldı. 100-dən çox ölkəni təmsil edənlərlə yanaşı arada sırada yerli gənclər də görünürdü. Əsasən ən maraqlısı xarici ölkələrin mədəniyyəti ilə tanış olmaqdandır. Onlar hamısını bizə nümayiş etdirirlər. Maraqlıdır hər şey. Azərbaycan gənclərinə müraciət etmək istəyirəm ki, fəal olun və öz səsinizi dünyaya duyurun. Çoxlu dost qazanmışam burada və həm də bu təcrübə idi, həm dil bacarıqlarını inkişaf elətdirmək üçün idi, həm də ki, yəni dünya ölkələrinə bir çıxış idi, pəncərə idi belə deyək. Forumun ilk günü Pan Ki-mun video müraciəti ilə yadda qaldı. O gənclərə yeni imkanlar yaradılmalıdır dedi. Təkcə BMT-nin baş katibi deyil, gənclərə bu səhnədən çox müraciətlər edildi. Prezidentindən tutmuş nazirinə kimi. Bu mesajları alanlar kimdir? Sıradan gənc bu tədbirlərin nə qədər içindədir? Gənclər forumu haqqında hesabım yox. Deyəsən, sosial şəbəkələrdə görmüşəm, amma maraqlanmamışam. Başımı çıxıyor. Bizə siyasət haqqında forum keçirilir. Bundan xəbəriniz varmı? Gedir. Ümumiyyətlə, Facebookda da. Facebookdan istifadə edirəm. Bəs forum kimlər üçündür? Gələk forumun seçim tələblərinə. Gənclər siyasəti üzrə fəaliyyət göstərən gənclər hərəkatı üzvləri və ya gənc aktivistlər. Gənclər siyasəti üzrə fəaliyyət göstərən gənclər təşkilatları, vətəndaş cəmiyyəti təşkilatları və şəbəkələrinin təmsilçi və mütəxəssisləri. Forum Birləşmiş Millətlər Təşkilatının gənclər üzrə nümayəndəsi, Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramı, UNESCO və Avropa Konsulluğunun birgəsəyi ilə keçirilib. Gənclərin problemlərini həll etmək istəyirlərsə, müstəqil gənclər təşkilatlarını, müxalif yönümlü gənclər təşkilatlarını dəvət eləsinlər. Gənclər Nazirliyinə və Prezident Administrasiyasının rəsmiləri ilə bir görüş təşkil olunsun. Orada müəyyən problemlər qaldırılsın, təkliflər verilsin və əgər onlar dinlənilsə və onların həlli istiqamətində hansısa konkret işlər görülsə, o zaman bu tədbirlərin də səmimiliyinə inanmaq olar. Əks halda mənə elə gəlir ki, dediyim kimi, bu problemlərin həllinə yönəlmiş yox, sadəcə müsbət imicin formalaşdırılması istiqamətinə atılmış addır. Görüntü yoxsa vacib tədbir? İkincisinin forumun ikinci günündə prezidentin özü vurğulayır. Prezidentin çıxışı günü Heydər Əliyev mərkəzində çəkilişə buraxılmırıq. Azərbaycan seçkilərinə görə təşkilatçılara minnətdarıq. Bunu hökumətimizin idman və gənclər, fəal inkişaf siyasəti sahəsində göstərdiyi səylərin qiymətləndirilməsi kimi qəbul edirik. Ölkəmiz və hökumətimiz həyatımızın bu sahələrinə böyük əhəmiyyət verir. Forumun 3-cü günüdür. Tədbir zalında ab-hava eynidir. Kimi diqqətlə qeydlərini götürür, kimi telefonla oynayır, kimi də saat fərqini öyrəşməyib yuxusunu alır. Biz isə fasilədə iştirakçılardan cavab alırıq. Orada ən əsas belə qabarcı fərq olur ki, orada gənclər adətən maliyyə resurslarının olmamasından şikayət edirlər. Azərbaycanda isə Gənclər Fondunun rəhbəri maliyyə fondlarının kifayət qədər olmasından, amma gənclərin müraciət eləmək üçün maraqlı olmadığını qabartdı. Bu, mən burada öyrəndiyim mən əsas fərqlərdən biridir. Malaziya və Bruneyli olan gənclər Azərbaycan təəssüratlarını bölüşürlər. Bizim baş nazir Azərbaycana səfər etmişdi. Elə o vaxtdan bu ölkəni tanıyıram. İçəri şəhəri çox xoşladı. Həqiqətən gözəldir. I love the old city. It's beautiful. Yeah. So you have a lot of Təbii sərvətləriniz var, turizm üçün yaxşı imkanlar var və ən əsası gəncləriniz çoxdur. Onlardır sizin əsas sərvətiniz. Almaniyalı gənc xanım region barədə məlumatlı olduğunu deyir. Dostlarım bu regiona tez-tez səfərlər edir. Onlar mənə Xəzəryanlı ölkələr barədə danışmışdı. Burada olmaq çox xoşdur. Azərbaycan gözəldir, çox təsirləndim. Mən erkən gəldim, Xəzərin sahilini gəzdim, içəri şəhərdə oldum. Binaların arxitekturası xoşuma gəldi və insanlarınızı xüsusilə vurğulamalıyam. İndoneziyalı gənc deyir ki, nə özü, nə dostları Azərbaycanı tanımırdı. Sonra öyrənib ki, bura keçmiş Sovet ölkəsidir.
of Soviet Union, isn't it? But like when I talk to my Məndən soruşdular hara gedirsən? Dedim Azərbaycana. Başa düşmədilər. Onlar Azərbaycanı Türkiyə zənn edirdilər. Sonra öyrəndik ki, keçmiş Sovet ölkəsidir. Also, you going to Turkey? No, I'm going to Azerbaijan. Siyasətçisi, iqtisadçısı, bir sözlə cəmiyyətin aktivist gənclərinin Azərbaycanla bağlı bildikləri bununla yekunlaşır. Onlar gözəl, belə deyək, binalarda bu tədbirlərdə iştirak edirlər. Çox bahalı və 5 ulduzlu otellərdə saxlanılırlar. Bakının görməli bir neçə yerində gəzdirilirlər və daha sonra yola salınırlar. Və onlar Azərbaycanın real problemləri ilə heç vaxt tanış olmurlar. Həmin insanlar Sovetskini görmürlər, Sovetskidə yaşayan insanları görmürlər. Həmin insanlar Kürdaxanını görmürlər və Kürdaxanda saxlanılan gəncləri görmürlər. Və beləcə də öz ölkələrinə gedib Azərbaycan haqqında belə deyək, yalnız müsbət şeylər danışırlar. Amma dediyim Azərbaycan hakimiyyəti neft pulları hesabına pozulmuş beynəlxalq imicini bərpa etməyə çalışır. Bəxtiyar Hacıyev belə deyib.